Bugünkü mövzumuz 0, 1 və 2 ədədlərinin izahıdır. Birinci sinif riyaziyyat dərsidir. Burada biz uyğunluğu öyrənəcəyik. 0, 1 və 2 saylarını öyrənəcəyik. Misallar və məsələlər üzərində hər birinə baxacaq. İlk öncə baxaq. 1 nədir? Ümumiyyətlə 0 nədir? 0-dan başlayaq. Baxın, əgər bir qab verilibsə bizə, bu qabdır. Bu qabın içərisində heç nə yoxdursa, bu 0 anlayışıdır. 0-ı bir topa bənzədin. Yumru bir top. Yəni, heç nə yoxdur. Əgər bu qutunun içinə bir dənə mən kub çəksəm, kvadrat çəksəm, artıq bizə sual versələr ki, qutunun içərisində neçə kvadrat var, siz bunu görəcəksiniz, sayacaqsınız. Bir dənədir. Bunu nə edəcəksiniz? Yazacaqsınız ki, bura 1. Düzdürmü? Daha sonra burada 2 dənə kvadrat olsaydı, götürüb yazacaqdınız ki 2. Çünki baxın, 1, 2 dənədir. Bir anlayışı budur, 2 dənə anlayışı budur. Yəni, bundan 2 dənə yan-yana çəkirik. 0 anlayışı nədir? Yəni, həmin şeydən yoxdur. Aydındırmı? Həmin şeydən yoxdur. Qutu, məsələn, baxın bura, quş yuvasıdır. Bu quş yuvasının içərisində heç bir quşu biz görmürük. Düzdürmü? Nə yumurta yoxdur, nə quş yoxdur. Deməli, burada heç quş oturmayıb. Yəni, 0 ədəd quş var. Burada neçə dənə quş görürük? 1 dənə. 1-i yazırıq. Burada neçə dənə quş var? Gəlin sayaq. 1, 1. Bunları toplayanda nə verir bizə? 2. Düzdürmü? Deməli, burada 2 dənə quşumuz var. Qaldıraq. Öyrənmə metodunda burada bizə verib. Baxın, bayaq göstərmişdim. Bir dənə belə bir kvadrat verib sizə. Deyir ki, bunun içərisində neçə nöqtə var? Biz nöqtəni görürük, görmürük. Əgər nəyisə görmürdüksə, onu neçə deyirdik biz? 0 deyirdik. 0-ın yazılışı belə olur. Baxın, belə olur. İndi buna baxırıq. Burada neçə dənə nöqtə görürük? Bir dənə. Bu xanada neçə dənə nöqtə görürük? Baxın, bu xanalarda burada neçə dənə nöqtə görürük? Bir dənə. Baxın, 1-in yazılışı belə olur. Belə yazılır. İndi bura baxırıq. Bu kvadratın içərisində neçə dənə dairə görürük? 2 dənə. 1, 2. Bunun içərisində neçə dənə dairə görürük? 1, 2. Əgər sizdən belə bir tapşırıq versə, siz bunu 1, 2, baxın 1, 2, 3, 4 belə saymayacaqsınız. Dairəsinin için dairəsini sayırsınız. Aydındırmı? Baxın, 2 belə yazılır. 2 belə yazıldı. İndi gəlin uyğunluğa baxaq. Sizdən iş vərəqlərində, iş dəftərlərində, müəyyən tapşırıqlarda bunu görəcəksiniz. Bu tapşırığın adı uyğunluqdur. Baxın, burada 2 dənə yumurta var. Düzdürmü? Burada neçə dənə var? Yumurta görürük burada? Görmürük. Görmürdüksə neçə dənə sayılırdı bu? 0 dənə sayılırdı. Burada ikisini görürük. Baxın, 1, 2. Düzdür? Buna uyğunluq deyirlər. İndi necə edirik bunu? Gəlin baxaq. 2 dənə yumurta var, 2-yə birləşdirəcəyik. Burada 2 dənə dairə görürük də, düzdürmü? 1, 2, 2 dənə dairə. Bunun hansı 2-dir rəqəmlərdən? Bu, yoxsa bu? Bu, düzdürmü? Bunu buna birləşdirəcəyik. Yəni, 2 yumurtanı buna birləşdirdik, belə bunu da buna birləşdiririk. İndi gəlin buna baxaq. Burada neçə dənə yumurta var? Yoxdur, düzdür? Yox, nə olacaq idi? 0. Burada neçə dənə dairə var? Burada da yoxdur, düzdür? Bunu buna birləşdiririk. 0-ın yazılışı necə idi? Buydu da, düzdürmü? Bunu da buna birləşdiririk. Bu bizim misalın adı oldu nə? Uyğunluq. Həmçinin bax birdəki kimi. 1 yumurta. Bir dənə yumruya, sanki bunu quş yuvası nəzərdə tutunda sadəcə kvadrat kimi verilirsə, biri də buna birləşdirəcək. İndi keçirik müstəqil işə, misallarımıza. Bizə deyir ki, hər çərçivədə neçə xana rənglənib? Xanaların hamısını saymağa ehtiyac yoxdur. Nə edirsiniz? Rənglənmiş hissələr sayırsınız. Burada neçə dənə xana rənglənib? Bir dənə. Yazırsınız, bir xana. Burada neçə dənə xana rənglənib? 2 dənə. 1, 2 dənə. Düzdürmü? 2 xana. Burada neçə xana? 1 dənə. Baxın, bu hissə rənglənib. 1 xana. Əgər sizə tapşırılsa ki, rənglənməyən xananın da sayını yazın. Onda nə edəcəksiniz? Gəlin bunun üstündə başlayalım. Məsələn, buna baxın. Bu rəng ümumi 10 dənədir. Bu xana. Rəngli hissəmiz isə bizim 2 dənədir. Baxın, 1, 2. Onu belə yazdınız, 2-ni də buraya yaza bilərsiniz. Yəni 10 dənədən ikisi rənglənir. Amma sizə sadə olsun deyə nə edirsiniz?
Yazırsınız ki, 1, 2. 2 xana rənglənib. Daha sonra buna gəldik. Burada neçə xana rənglənib? Rənglənmiş xana görürük, görmürük. Əgər nəsə yox idisə, onu biz nə hesab edirdik? 0. Düzdürmü? Bunu yazırıq bura 0. Xana. Bu bizim işimiz tamamlandı. İndi keçirik 2-yə. Eyni rəngdə olan quşları say. Hər birindən neçə dənədir yazaq. Yazırsınız dəftərinizdə boz. Bir dəqiqə buranı silək. Aha. Boza neçə dənədir? Baxırıq. 1, 2. Buraya yazırıq 2 ədəd. Sonra qırmızı quşa fikir veririk. Qırmızıya sayaq. 1, 2. Buraya yazdıq 2 ədəd. Daha sonra mavi quşa fikir veririk. 1. Başqa mavi görürük, görmürük. Deməli bunu da yazırıq 1 ədəd. Daha sonra sarıya fikir veririk. Sarı nə rəng eləyə bilərik? Baxaq burada. Sarını da bunun rəngli yazaq. Sarı. Sarının neçə dənədir? Baxaq. 1. 1 dənədir. 1 ədəd. Düzdürmü? Bunu da belə yazdıq. Dəftərinizə də bu şəkildə köçürürsünüz. Daha sonra 3-cü tapşırıqda bizə deyir ki, oyuncaqlara uyğun qutulara yığmaq lazımdır. Hər qutuda neçə oyuncaq olacaq? Baxaq. Qutuda it verib, baxın it verib, top verib, qatar verib, qatar oyuncaq verib. Daha sonra at verib, maşın verib, ayıcıq verib. İndi baxırıq. Bizim it oyuncağımızda neçə dənədir? 1, başqa var, yoxdur. Bunun üzərinə yazırıq 1. Daha sonra topdan neçə dənədir? 1, 2. Buraya yazırıq 2. Siz belə də yaza bilərsiniz. İt 1 ədəd. Top 2 ədəd. Daha sonra qatarda neçə dənədir? Baxaq. 1, 2. 2 dənədir. Mən qutuların üzərində yazıram. Siz baxın bu şəkildə yaza bilərsiniz. Daha sonra atdan neçə dənədir? Baxırıq. 1, 2. Bu da 2 dənədir. Daha sonra maşından neçə dənədir? 1. Bunun da üzərinə 1 yazırıq. Baxırıq ayıcıqdan neçə dənədir? Bu aşağıda. Baxın üstlərini sileyim, tam rahat görəsiniz. Bu aşağıda. Ayıcığı görürsünüz. Oyuncağını görmürsünüz. Deməli görmürdüksə neçə yazırıq bunun üstünə? 0 yazırıq. Yəni bundan yoxdur ümumiyyətlə. Aydındırmı? Bu şəkildə yazırsınız. Daha sonra biz keçirik məsələ həllinə. Cavablara uyğun ədədləri göstərin deyir. Qabda hər meyvədən neçə dənədir? Gəlin sayaq. Fikir verin. Baxın bizə qabda soruşur. Qabda. Deməli qabın içindəkini sayırıq. 1, 2. Deməli nardan 2 dənə. 1. Belə yazın. 1. Alma. Daha sonra portağaldan da 1 dənə. Portağaldan da 1 dənədir. Düzdürmü? Bunu yazdıq. İndi bizə deyir ki, qabda neçə armudu var? Biz qabda armudu görürük ümumiyyətlə. Armud varmı burada? Yoxdur. Deməli nə yazacaq bunun qabağına? 0. Yadınızda qalsın. B variantı olana yazırıq 0 ədəd. Və ya yazırıq ki, yoxdur. Daha sonra Lalə Elxandan alma alıb qaba qoydu. Əvəzində ona bir nar verdi. Qabda hər meyvədən neçə dənə oldu? Bax, bu almanı götürür. Belə göstərim sizə. Bu almanı götürdü, qoydu bura. Amma bu narı buna verdi təzədən. Düzdürmü? Yəni narın birini buradan çıxaq. Almanın birini əlavə eləyək. Bu almanın biri. Gəlin sayaq. 1, 2. Bizim 2 dənə almamız oldu. Narımızın biri getmişdi, axı narımızdan bir dənə qaldı. Baxın, bir dənə. Bu nardır. Portaxaldan da bir dənə qaldı. Bundan da bir dənə. Portaxal. Düzdürmü? 0 sayından biz istifadə eləmədik. Bu dərsin də izahı bu qədərdir. Ümidvaram ki, hər birini başa düşdünüz. Başa düşmədiyiniz hər hansısa bir hissə olarsa aşağıdan qeyd edərsiniz.